Salam, hörmətli müəllimlər. Biz bugün sizinlə təbiət fənninin tədrisində oyun əsaslı öyrənmə metodunu araşdıracağıq. Təbiət fənninin tədrisində oyun əsaslı öyrənmənin məqsədi müəyyən oyun prinsiplərini əsas götürərək şagirdlərin diqqətini mövzuya cəmləşdirməklə yanaşı, onların bilik və bacarıqlarını real həyat hadisələrinə yönəltməkdir. 5 və 6-cı sinifdə oxuyan şagirdlər daha çox əyanilik və dinamiklik sevdiklərindən onları təlimə cəlb etmək üçün müxtəlif oyunlardan istifadə etməklə uğurlu nəticə əldə etmək olar. Oyun əsaslı öyrənmədə hətta motivasiya mərhələsindən başlayaraq şagirdlərin fəallaşması, maksimal şəkildə təlimə cəlb olunması baş verir. Bu da təlim prosesində şagirdi informasiyanı pasiv şəkildə qəbul edən tərəf olmasından çıxardaraq, onun oynaq və dinamik şəkildə materialı qavraması üçün cəlb olunmasına səbəb olur. Artıq şagird parta arxasında sakit oturaraq qeydlər götürmür. O, dərs prosesində problemin həlli zamanı fikir mübadiləsində aktiv iştirak edir. Belə təlim modeli şagirdlər üçün əyləncəli və maraqlı olduğundan təlim prosesindən yorulmurlar, əksinə zövq alırlar. Eyni zamanda dərs qurtardıqdan sonra da əyləncəli hadisələri xatırlayıb səbəb və nəticə əlaqələri qura bilirlər. Bu da onlarda həyati bacarıqların yüksəlməsi üçün qavramanın və yaddaşın güclənməsinə, yaradıcı təfəkkürün inkişafına, şagird nailiyyətlərinin yüksəldilməsinə səbəb ola bilir. Təbiət fənninin tədrisində oyun əsaslı öyrənmə üçün müxtəlif formalı oyunlardan istifadə etmək olar. Oyunlar qaydalı və qaydasız olur. Yaradıcı oyunlar uşaqların özləri tərəfindən yaradılan qaydasız oyunlardır. Qaydalı oyunlara didaktik, mütəhərrik və rollu oyunlar aid edilir. Dərs prosesində qaydalı oyunlar oynamış uşaqlar daha çevik, hazır cavab olmaqla yanaşı, məktəb nizam-intizamına uyğunlaşmaları daha rahat olur. Təbiət fənninin tədrisində oyun əsaslı öyrənmədə təlim nəticələrini reallaşdıran zaman rollu oyunlar fənnin tədrisini şagirdlər üçün daha maraqlı və cəlbedici etməyə imkan yaradır. Təhsilin istənilən pilləsində oyunlardan məqsədli istifadə şagird nailiyyətlərinə də müsbət təsir edir. Onlar rollu oyun oynayarkən hər hansı bir obrazı canlandırır, fantaziyalarından istifadə edərək mövzu üzrə məqsədə istiqamət alırlar və bu müəllim tərəfindən istiqamətlendirilir. Rollu oyun uşaqların idrak inkişafında böyük əhəmiyyət kəsb edir. Onlarda diqqət, yaddaş və yaradıcılığı inkişaf etdirir. Bu zaman komanda yoldaşları ilə birgə oyun zamanı ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, başqalarının istədiklərini nəzərə almağı, birgə planlar hazırlamağı və həyata keçirməyi öyrənirlər. Rollu oyunların tətbiqi şagirdlərin söz ehtiyatını zənginləşdirməklə yanaşı, onların vaxtını düzgün bölüşdürmələrinə və resurslardan düzgün istifadə etmələrinə imkan yaradır. Təlimdə oyun əsaslı öyrənmə modellərindən istifadə zamanı təlim nəticəsinə çatmaq üçün əvvəl mövzu seçilir. Mövzu hüceyrədən orqanizmə. Mövzuya hazırlıq. Şagirdlərə bütün avtomobillərin müxtəlif hissələrdən ibarət olduğu haqqında məlumat verilir. İnsan orqanizmindəki orqanların da avtomobillərin hissələrinə bənzədiyi və orqanlar sistemini əmələ gətirdiyi söylənilir. Daha sonra şagirdlərdən tanıdıkları orqanların adları soruşulur. Təlim nəticəsi. Şagirdlər orqanizmin hüceyrələrdən toxumalara qədər quruluş səviyyələrinin ümumi izah edir. İnsan orqanizmindəki sümük, əzələ, həzm, tənəffüs, qan dövranı, ifrazat və sinir sistemlərinə daxil olan əsas orqanların elmi adlarını bilir. Sümük, əzələ, həzm, tənəffüs, qan dövranı, ifrazat və sinir sisteminin əsas orqanlarının yerini müəyyən edir. Məqsədə nail olmaq və təlim nəticəsini reallaşdırmaq üçün xeyli maraqlı və əyləncəli olan oyun əsaslı öyrənmə üsulundan istifadə etdikdə birinci növbədə şagirdlərə oyunun qaydaları başa salınır. Onlara kifayət qədər informasiya
və dəqiq təlimat verilir ki, onlar öz rollarını inamla ifadə edə, eyni zamanda yeni məlumatı tam öyrənə bilsinlər. Bəli, biz bugünkü dərsimizdə təlim nəticəsinə çatmaq üçün belə bir oyun əsaslı dərs metodundan istifadə edəcəyik. Diqqətli olmaları və bir-biri ilə sıx əməkdaşlıq etmələri üçün əlverişli şərait yaradılır. Oyun quran zaman rola girmək və fikirlərini sərbəst ifadə etmək bacarıqlarını formalaşdırmaq, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirib üzə çıxarmaq üçün əlverişli mühitin yaranması çox əhəmiyyətlidir. Şagirdlərə hüceyrədən orqanizmə qədər quruluş səviyyəsini modelləşdirmək tapşırığı verilir. Bunun üçün əvvəl sinifdə olan uşaqların sayına uyğun A5 çap vərəqləri hazırlayıb, orada hərflər yazılır. Şagird sayı az olarsa, bir vərəq üzərinə bir neçə hərf yazmaq lazımdır. Çalışmaq lazımdır ki, bütün şagirdlər üçün bərabər imkanlar yaradılsın və onların hamısı oyunda iştirak edə bilsin. Şagirdlərə İnsanın orqanlar sisteminin birlikdə fəaliyyət göstərən müxtəlif orqanlardan təşkil olunması barədə məlumat verilir. Hüceyrə orqanizmin ən kiçik quruluş vahididir. Eyni funksiya və oxşar quruluşa malik olan hüceyrə və hüceyrə arası maddələr qrupu toxumanı əmələ gətirir. Toxumalar isə birləşərək orqanları əmələ gətirir. Orqanlar müxtəlif toxumalardan təşkil olunmuşdur. Dərslikdə orqanizmə uyğun şəkli nümayiş etdirib, şagirdlərin düşünüb oyun qurmaları üçün onlara suallar verilir. Hüceyrələr birləşib toxumaları əmələ gətirir. Hesab etsək ki, siz hüceyrələrin birləşərək yaratdıqları toxumasınız, onda orqanlar necə yaranardı? Onlar müxtəlif cavablar verəcəklər. Şagirdləri cavaba yönəldərək sinif otağının döşəməsində ip, kəndir və ya təbaşirlə çevrələr çəkmək tapşırılır. Ardınca onlar hər çevrənin içərisinə bir orqanın adını yazırlar. Daha sonra hərflər yazılmış vərəqləri götürüb, hərfə uyğun çevrədə dayanırlar. Çevrə elə ölçüdə çəkilməlidir ki, hərflərin sayı qədər şagird oraya yerləşə bilsin. Bundan sonra fikirləşərək hərflərə uyğun elə düzülürlər ki, çevrədə yazılmış orqanın adı alınsın. Beləliklə, onlar artıq qruplara bölünmüş olurlar. Hər qrup öz adını, yəni orqanın adını söyləyir. Daha sonra orqanların adını yaradan şagirdlər qrup şəklində əyləşərək dərslikdən istifadə etməklə hər orqanın orqanizmdə fəaliyyətini araşdırırlar. Araşdırma müddəti bitdikdən sonra təkrar öz çevrələrinə qayıdaraq araşdırmanı təqdim edirlər. Təqdimatın sonunda ortada yeni bir çevrə çəkilir. İçərisində insanın orqanlar sistemləri yazılır və şagirdlərin köməyi ilə ətrafda olan çevrələr onunla xətlər vasitəsilə birləşdirilir. Artıq şagirdlərdə orqanlar sistemi haqqında tam təsəvvür yaranır. Bunu dəqiqləşdirmək üçün müəllim sinifə yönləndirici bir neçə sual vasitəsilə şagirdlərin mövzunu necə qavradıqları yoxlanılır. İndi isə oyunun ikinci hissəsinə keçirik. Şagirdlərdə fəallaşma yaratmaq üçün musiqi səsləndirilib, birlikdə 1-2 dəqiqə rəqs edilir. Rəqs bitdikdən sonra onlara söylənilir ki, biz bu hərəkətləri bədənimizdə fəaliyyət göstərən müxtəlif orqanlar sistemi arasında qarşılıqlı əlaqə olduğu üçün bacarırıq. İnsan orqanizmində müxtəlif orqanlar sistemi vardır və bu orqanlar sistemləri müəyyən funksiyaları icra etmək üçün birlikdə fəaliyyət göstərirlər. Biz əsas orqanlarımızın birgə fəaliyyəti sayəsində yaşayırıq. Nəfəs alarkən, qaçarkən, oynayarkən və hətta yatarkən hər zaman əsas orqanlarımız aktiv fəaliyyət göstərir. Daha sonra bədənin əsas orqanlarının baş və gövdədə, gövdə hissəsində isə döş və qarın boşluqlarının yerləşdiyi haqqında məlumat verilir. Onların döş qəfəsinin nədən ibarət olduğu haqqında düşünmələrini təmin edib, ürəyin necə qorunduğuna dair müzakirələr aparılır. Şagirdlərə müxtəlif orqan və orqanlar sisteminin funksiyasını
araşdırmaq tapşırığı verib, internetdən istifadə edərək hər bir orqanın funksiyası haqqında daha ətraflı məlumat əldə etmələri üçün şərait yaradılır. Oyunu davam etmək üçün döşəmədə şagirdlərin köməyi ilə insan bədənini 3 hissəyə ayıraraq cizgi çəkilir. Cizgini çəkdikdən sonra onlardan baş, gövdə və ətrafları göstərmələri istənilir. Əvvəlki dərsimizdə hər bir qrup üzvləri birləşərək bir orqanı yaradırdı. Həmin qruplara onlara aid olan orqanın rəsmini birlikdə çəkmək tapşırığı verilir. Bu fəaliyyəti yerinə yetirmək üçün uyğun şərait olduqda internetdən axtarış edərək orqanların şəklini tapıb çap edirlər. İnternet olmadıqda isə A4 çap vərəqlərindən və rəngli karandaşlardan istifadə edərək bu fəaliyyəti yerinə yetirirlər. Qruplar hazırladıkları orqan şəklini seçdikləri qrup liderinin boynundan ip vasitəsilə asırlar. Qrup lideri gəlib cizgi içərisində uyğun yerdə dayanır. Digər şagirdlər qrup liderinin düzgün yerdə dayanmasına nəzarət edirlər. Beləliklə, onlar birgə fəaliyyət göstərərək bədənin əsas orqanlarının harada yerləşdiyini oyun əsasında öyrənirlər. Eyni zamanda orqanlar sisteminin müəyyən funksiyaları icra etmək üçün birlikdə fəaliyyət göstərdiyini və orqanlar sisteminin müəyyən həyati prosesləri icra etmək üçün birlikdə fəaliyyət göstərən orqanlar qruplu olduğunu da öyrənirlər. Hər kəs öz doğru yerini tutduqdan sonra qrup liderləri digər qrup üzvlərinə aid olduğu orqan haqqında suallar ilə müraciət edirlər. Doğru cavab verən qrup üzvü liderə sual vermə şansı qazanır və başqa sualla liderə müraciət edir. Lider sualın cavabını doğru tapırsa, oyun digər liderə ötürülür. Əgər cavabı doğru tapa bilmirsə, onda boynundan ip ilə asdığı şəkli sual verən üzvə ötürür və beləliklə o komandanı uduzduraraq öz yerini həmin qrup üzvünə verir. Sinifdə bir aktivlik müşahidə olunur. Doğru cavablar komandaya bal gətirdiyindən hamı komandasının qalib olması üçün çalışır. Sağ olun, diqqətinizə görə minnətdaram.